Belə, deməli müəllimlər, bizim bugünkü dərsimiz təlim strategiyaları, texnika və yaxud üsullar mövzusudur. Deməli, beyin həmləsi və yaxud da əqli hücum. Adından da məlumdur ki, bizim beynimizə elə bir növ hücum olunur. Bax, bu üsul Amerikada 1953-cü ildə Amerika psixoloqu Osborn tərəfindən irəli sürülmüşdür. Bunlar elə vacib məqamlar deyil. Qrup şəklində aparılır, adətən qrup şəklində aparılır, yəni fərdi tək də aparıla bilər. Qrup şəklində aparılır, strategiya müxtəlif kreativ ideyaların bir araya gətirilməsi, bölüşdürülməsi baxımından çox faydalıdır. İnteraktiv beyin həmləsinin də bir neçə növü vardır. Bunlar strukturlu, struktursuz, əks düşüncəli qrupla beyin həmləsi və yaxud da fərdi beyin həmləsi deməli adlanır. Baxın, beyin həmləsi nədir? Biz hər hansısa bir problemi ortaya qoyuruq və o problemin həlli üçün ilk ağlınıza gələn variantları soruşuruq. Beyin həmləsi, yəni əqli hücum, ilk ağlımıza gələn deməli məlumatları soruşuruq ki, yəni bu problemi, situasiyanı bu problemli situasiyanı biz necə həll edə bilərik? Uşaqlar da ağlına gələn ilk cavabları deyirlər və heç kəsin cavabı burada nə tənqid olunmur, nə müzakirə olunmur. Bunun əsas müsbət xüsusiyyətlərindən budur ki, yəni burada bütün şagirdlər iştirak eləyir də. Yəni şagirdlərə də əvvəlcədən bildirilir ki, sənin dediyin bu məsələyə heç kəs onu müzakirə çıxartmayacaq, səhvdir, düzdür, ağlına gələni de. Məsələn, bax burada bir misal çəkib ki, evdə çörək yoxdur. Nə etmək lazımdır? Biriniz deyirsiniz ki, məsələn, ağlınıza gəlir ki, gedim mağazadan alım. Biriniz deyirsiniz ki, yox, mağazaya gedib gələnə qədər gec olar, gedim qonşudan alım. Biri deyir ki, qonşudan alım, elə oturaq bir çörək bişirək, axşama da qalsın. Yəni, hərə bir variant deyir. Bu nədir? Gündəlik həyatımızda bizim əqli hücumdur. Yəni, hər hansısa bir problemi həll etmək üçün müxtəlif yolların ilk ağlımıza gələn yolları deməyimizdir. Bax, bu nədir? Bu, əqli hücum və yaxud da beyin həmləsi adlanır. Deyir, müəllim bir mövzunu, problemi, situasiyanı və ya sualı şagirdlərə təqdim edir. Şagirdlər ağıllarına gələn ideya, mümkün həll variantlarını və ya uyğun gələn assosiasiya və sözləri ortaya atırlar. Qeyd etmək lazımdır ki, şagirdlər bu zaman səslənən fikirləri mühakimə etməməli. Yəni, şagirdlər nə desə onu mühakimə etmirik. Yəni, nə müzakirə edirik, nə mühakimə edirik. Sadəcə olaraq fikirlərin hər birini qəbul edirik. Hər bir mümkün həll yolu kimi baxılmalıdır. Yəni, deyilən fikirlərin hər birinə həll yoludur da, fərqi yoxdur. Yəni, burada əsas məsələ o deyil ki, biz ən vacibini seçək. Bütün həll yollara baxırıq. Sonra müəllim yığılan ideyaları bir lövhədə bir yerə yığır, ardınca müzakirə başlayır. Yəni, suallar veriləndə yox, sənin sualın qəbul olunmur, deyilmir. Yəni, sonda yığılır və müzakirə başlada bilər. Gündəlik həyatımızda beyin həmləsi ilə tez-tez çox problemləri özümüz də hiss etmədən həll edirik. Qarşımıza bir problem çıxanda, bax buradakı, məsələn, evə çörək yoxdur, bunu necə həll edə bilərik? Müxtəlif həll yolları, gedək qonşudan alaq, evə tezliklə gələn varsa ona deyək, yeməyə çörəksiz yeyək və yaxud da mağazadan alaq və müəyyən variantlar. Beyin həmləsi nəticəsində ortaya çıxan həll yolları insanın bütün ömür boyu qarşısına həll etməsi lazım olan məsələlər çıxır. Yəni, insan ömür boyu hər hansısa bir məsələləri həll etməlidir də və kimin ağlına nə gəlir, o yolla həll edir, düzdürmü? Burada isə o həll yollarının bir müzakirəsi gedir. İndi gəlin baxaq görək, bunlar şagirddə hansı bacarıqları formalaşdıracaq? Müəllim situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha müəyyən situasiyalarda çıxış yolları tapmaq, onları təhlil etmək, daha səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək. Yəni, baxın, səmərəli yollar axtarılır, yəni hamının fikri dinlənilir, çıxış yolları tapmağa çalışırlar. Sonra məntiqi, tənqidi təfəkkür inkişaf etdirir, yaradıcı təfəkkür stimullaşdırır. Deməli, hər üç təfəkkürdə beyin həmləsində inkişaf etdirilir. Məntiqi, tənqidi, yaradıcı təfəkkür. Müxtəlif həll yolları aparmaq hardadır? Beyin həmləsində. Məntiqi, tənqidi təfəkkürün üçünün də inkişafı hardadır? Beyin həmləsində. Şagirdlərdə özünə inam hissi stimullaşdırmaq və həmçinin insanlar arasında əlaqəni yaxşılaşdırmaq. Deməli, özünə inam hissi beyin həmləsində. Niyə? Çünki verilən cavabın
dan qorxmayacaq ki, bunun cavabını müsbət və yaxud da mənfi dəyərləndirəcək. Ağlına gələn ideyaları dediyinə görə bu şagirddə inam hissi formalaşdırır. Şəxsi ifadə tərzlərini istiqamətləndirmək. Yəni öz fikrini ifadə edə biləcək, öz şəxsi fikrini deyə biləcək qorxmadan, çəkinmədən. Çünki burada bir qadağa yoxdur. Düzgün cavab, səhv cavab yoxdur. Bütün cavablar qəbul olunur. Müstəqil düşüncəni inkişaf etdirmək görürsünüz? Yəni azaddır da, kim nə istəyir, müstəqil şəkildə öz düşüncəsini deyə bilər. Yəni burada sənə hər hansısa bir uşağa söz haqqı verilib, sənə verilmir. Elə deyil də. Yəni hər kəsin dediyi cavablar qəbul olunur. Beyin həmləsi üsulu həm qrup şəklində, həm də fərdi aparıla bilər. Dedik ki, beyin həmləsi necə aparılır? Qrupla da aparıla bilər, fərdi də. Yəni hər hansı bir uşaqlardan sualları soruşub hər birindən cavab ala bilərik və yaxud da qruplara bir beyin həmləsi ilə bir problemlə situasiya verərik. O qrup şəklində onlar bütün həll yollarını yaza bilərlər, bu şəkildə də keçirə bilərik. Həmçinin başqasının fikrinə hörmət kimi keyfiyyət və dəyərlər formalaşdırır. Təbii ki, yəni özümüz fikir bildirən zaman başqasının da fikrinə hörmət etməliyik. Düzdürmü? Yəni beyin həmləsi bax dedik, evdə çörək yoxdur və yaxud da müəyyən bir məsələ, müəyyən bir məktəbdə bir situasiya qoyulur ki, bu məsələni necə həll eləyək? Məsələn, tıxacların qarşısını necə alaq? Və yaxud da atmosferin çirklənməsinin qarşısında hər bir variant deyəcək. Tutaq ki, deyirsiniz ki, uşaqlar, yəni burada görürsünüz yaradıcı düşüncədə. Onlar məsələn tıxacların qarşısını necə almağı ağlına gələn bir yol deyə bilər və bu yaradıcı düşüncəni də inkişaf etdirir və yaxud da hər hansısa bir tətbiq olunan yolu da deyə bilər. Yəni məntiqi təfəkkürünü də inkişaf elətdirər. Ən səmərəli bir yollar fikirləşə bilər. Yəni bunlar hamısı təfəkkürün 3 növünü də inkişaf etdirir. Deməli müəllimlər, beyin həmləsi dedik ki, məntiqi, tənqidi təfəkkürü, yaradıcı təfəkkürü stimullaşdırır, inkişaf etdirir. Çıxış yolları tapmaqda, təhlil etmək, səmərəli həll yollarının tapılması ilə bağlı qərar qəbul etmək bacarığını formalaşdırır, özünə inamı stimullaşdırır, şəxsi ifadə tərzlərini özünü ifadə etmək bacarığını, müstəqil düşüncəni inkişaf etdirir. Bax, bunları bir neçə dəfə niyə deyirəm, beynimizə yatsın. 1, 2, 3 üsuldan sonra yenə bunlara qayıdıb təkrar eləyəcəm ki, buradaca dərsi öyrənmiş olaq. Venn və Euler-Venn diaqramı adlanır. Yəni bu diaqramda deyir, adı çəkilən üsul əslində riyaziyyatda məntiqi məsələlərin və ya çoxluq məsələlərini həll üçün düşünülmüş üsuldur. Əşya, hadisə, məsələ, anlayışları müqayisə etmək və oxşar cəhətlərini, oxşar cəhətlərini müəyyənləşdirmək üçün istifadə olunur. Venn diaqramı nədir müəllimlər? Yəni bir məsələnin və yaxud da Venn diaqramı işləmişik də biz ümumiyyətcə, özümüzdə, şagirdlərimizdə də işlədirik. Məsələn, ortada hər ikisi üçün ortaq bir qərarlar götürülür. Bir tərəfdə birinciyə aid, digərində ikinciyə aid. Yəni artıq bunlar bir-birindən fərqlənən fərqli xüsusiyyətlərdir, düzdürmü? Bax, necə tətbiq etməli? Məsələn, tarix fənində bir ölkənin tarixində əhəmiyyətli iz buraxan 2 tarixi şəxsiyyəti seçərək şagirdlərdən onların ortaq cəhətlərini, fərqli cəhətlərini üzə çıxarmasını istəyə bilərik. Yəni, və yaxud da 2 problem haqqında, 2 situasiya haqqında, onların oxşar, məsələn, isimdir, sifətdir, bunların oxşarlığı nədir, fərqləri nədir? Yəni, bunları ayırt edə bilərik Venn diaqramı ilə. Hansı bacarıqları formalaşdırır? Biliklərin aktuallaşması, təhlil bacarığı. Niyə təhlil etdi? Seçdi axı, oxşar fərqli cəhətlərini fərqləndirə bildi, ortaq cəhətlərini fərqləndirə bildi. Dəyərləndirmək bacarığı, yəni seçirik biz onu, biz fikirləşirik ki, bu xüsusiyyətlər bunda var və bunun oxşar xüsusiyyətidir, hər hansı bir fərqli xüsusiyyətidir. Deməli, həm təhlil var, həm dəyərləndirmək var, əsaslandırmaq var. Fikrimizi seçib, hansı bəndin altından yazırıqsa, bu bizi əsaslandırırıq. Deməli, bu bacarıqların inkişafını formalaşdırır. Və yaxud da üçlü diaqram var. Burada da yenə fərqi yoxdur. Bu hissələr deməli fərqli xüsusiyyətlərdir. Bu hissə görürsünüz ikisinin kəsişməsində, ikisinin ortaq cəhətidir. Burada bu ikisinin oxşar cəhətidir və ortada isə üçünün də ortaq bir xüsusiyyəti qeyd olunur. Deməli müəllimlər, Venn diaqramında biliklərin aktuallaşması, təhlil bacarığının inkişafı, dəyərləndirmək bacarığının inkişafı və əsaslandırma bacarığı. Neynədik? Təhlil elədik, seçim elədik, oxşar fərqli xüsusiyyətini seçdik, deməli təhlil bacarığı. Biliklərin aktuallaşması, dəyərləndirmək bacarığı, yəni dəyərləndirdik, seçim edə bildik arasında və əsaslandırma, öz fikrimizi əsaslandırırıq.
Bunlar hamısı Venn diaqramında özünü göstərir. Sonra müəllimlər keçdik Sokrat dialoquna. Müəllimlər, bax, Sokrat dialoqu sual-cavaba əsaslanan strategiyalardan biridir. Baxın, bax, bu sual düşə bilər. Yəni, sual-cavaba əsaslanan strategiyalardan biri hansıdır? Sokrat dialoqu. Bu strategiyanın əsas iş prinsipi suallara verilən cavabdan yeni sualların çıxarılmasıdır. Bu necə olur, müəllimlər? Tutaq ki, biz hər hansısa bir sual veririk. Sualın bir də görürsünüz ki, məsələn, özümüz də elə dərs müddətində də eləyirik. Bir sual verirsiniz, sual verirsiniz, şagird bir cavab verir, digər şagird həmin şagirdin cavabından yeni bir sual verir. Belə şeylərlə çox qarşılaşmışıq. Məsələn, mən deyirəm ki, Azərbaycan hansı dənizin ətrafında yerləşir? Deyirik Xəzər dənizi. Cavabımız nə oldu? Xəzər dənizi. Biri sual verir ki, Xəzər dənizinin dərinliyi nə qədərdir? O birisi sual verir ki, bəs yaxşı, Xəzər məsələn dərinliyi deyirik, başqa hansı dənizlərin dərinliyini bu qədər ola bilər və s. də. Yəni hər bir verilən cavabdan yeni bir sual meydana çıxır və bu sonsuza qədər uzana bilər. Ona görə də biz Sokrat dialoqunda 1:45 dəqiqəni nəzərə alaraq həmin o sualı müəllim burada fasilitatorluq edir. Müəllim həmin sualı bir qısa deməli, qapalı bir sualla yekunlaşdıra bilər. Çünki suallardan yeni bir suallar və müəllim də burada əsas yönləndirici xüsusiyyət nədir? Burada şagirdlərə başa salırıq ki, yəni onun verdiyi cavabdan yeni suallar meydana gəlməlidir. Sokrat dialoqu sual-cavaba əsaslanan strategiyalardan biridir. Bu strategiyanın əsas iş prinsipi suala verilən cavabdan yeni sualın çıxarılması. Burada sual səsləndirilir. Suala cavab veriləndən sonra sual verən şəxs cavaba əsasən yeni sualla oponentlərə müraciət edir. Bu prosesi sonsuz olaraq davam etmək mümkündür. Bu baxımdan strategiyanın əsas məqsədi sualın və müzakirə olunan problemin həlli yolunu tapmaq deyil. Əsas məqsəd şagirdləri müzakirəyə cəlb etmək, təfəkkürü gücləndirmək, dinləmə və sual vermə bacarığını formalaşdırmaqdan ibarətdir. Əsas məqsədimiz nədir? Şagirdlərinə müzakirə, yəni bir sualdan yeni bir sual meydana gəlir, müzakirə edir, təfəkkürü gücləndirir, sual vermək bacarığını, bir-birini dinləmə bacarığını gücləndirir. Fəaliyyətin bitməsini idarə edən şəxs müəllimdir. Dediyim kimi, müəllim qısa, qapalı bir sual verərək bu prosesi dayandıra bilər. Sokrat dialoqunda sual verən tərəf həm müəllim, həm də şagirdlər ola bilər. Müəllim başladar, şagird davam edər. Və yaxud da hər hansı bir şagirdin sualından müəllim yeni bir sual verə bilər. Yəni, burada hər ikisi iştirak edə bilər. Tətbiqi dedik, əvvəlcə keçirilən mövzulara uyğun əsas suallar aydın formada yazılır, açıq suallar yazılır, suallar şagirdlərin səviyyəsinə uyğun tərtib olunur, sualı səsləndirdikdən sonra şagirdlərə 5-10 saniyə düşünmə vaxtı verilir. Deməli, düşünmə vaxtı harda var? Bax, Sokrat dialoqunda var. Amma auksiyon keçəcək, orada da vaxt verilir. Orada da məsələn neçəyə qədər sayırlar. Bax, bu məqamları unutmayın. Deməli, burada açıq sual verildiyinə görə 5-10 saniyə düşünmə vaxtı verilir. Müzakirədən kənar çıxmamaq üçün diqqətli olmaq lazımdır. Kənara çıxma baş verdiyi halda şagirdlərin diqqəti yenidən mövzuya yönəldilir. Şagirdlərin cavabları diqqətlə dinlənilir. Vaxtaşırı müzakirə ümumiləşdirilir. Sonra müzakirə mümkün qədər çox şagird cəlb edilməlidir. Yəni, bütün sinifi cəlb etməliyik də müzakirəyə. Bütün şagirdlərin iştirakını təmin etməliyik. Şagirdlərin rolu. Deməli, müzakirəyə başlamamışdan əvvəl şagirdlərə nə edəcəkləri izah etmək prosesi daha axıcı, rəvan edir. Yəni, bu prosesin necə gedəcəyini şagirdlərimizə qabaqcadan bildiririk ki, bu proses gedən zaman, yəni sinifdə səs-küy baş verməsin. Sonra müraciət olunduqda çəkinmədən öz fikrini bildirir. Verilən sualı mümkün qədər dəqiq və aydın ifadə edir. Cavabı bütün sinifə ünvanla, müzakirə proseduruna riayət et, sinifdə vaxtdan effektiv istifadə etmək üçün suallara mümkün qədər yığcam və lakonik cavablandır. Yəni, sualın cavabı konkret olmalıdır burada. Düzdür, açıq sual veririk, amma açıq sualın lakonik bir cavabları olmalıdır. Deməli, burada Sokrat dialoqunda nə oldu müəllimlər? Şagirdlərin rolu, deməli, cavabı bütün siniflə ünvanladıq, müzakirə proseduruna riayət etdik. Sinifdə vaxtından effektiv istifadə edirik, yəni vaxtdan effektiv istifadə edirik. Sonra sualı səsləndirəndə 5-10 saniyə vaxt veririk. Əsas məsələ
Sokrat dialoqundakı əsas məsələlərdən biri şagirdləri təfəkkürünü inkişaf etdirmək, müzakirəyə cəlb etmək, dinləmək bacarığı, sual vermək bacarıqlarını inkişaf etdirmək. Deməli, Sokrat dialoqu nədir? Şagirdlər burada dialoqda iştirak edir. Hər biri iştirak edir. Sual verirlər, cavab verirlər. Sual-cavab prosesi elə nədir? Dialoqdur da. Biri sual verir, digəri həmin sualdan yeni bir sual meydana gətirir. Deməli, bu proseslər harda oldu? Sokrat dialoqunda. Sonra müəllimlər, qızıl dairə. Baxın, biz keçmişdik, 4K-N1 var idi. Bax, qızıl dairə də onun kimidir. Burada da 3N-dir. 3 nə, necə, niyə sualları. Bax, qızıl dairədə bu 3N onu göstərir. Modeldən problem həll etmə mərkəzdə yazılır. Deməli, nə, niyə, necə. Bax, problem həll etmə, dinləmə, burada çəkib göstərə bilmirəm onu sizə. Deməli, dinləyib anlama, oxuyub anlama bacarıqlarını formalaşdırır. Yəni, biz sual verəcəyik də, bir layihə hazırlayırıq, tutaq ki, bu layihəni niyə hazırlayırıq? Bu sualı veririk, niyə? Yəni, səbəbi, layihəni hazırlamamızın əsas səbəbi, niyə? Sonra necə? Yəni, layihəni necə hazırlayacağıq? O yolları deməliyik, hazırlama prosesini bilməliyik. Daha sonra nə? Yəni, sonunda nə əldə etdik? Layihənin sonunda nə əldə etdik? Bax, qızıl dairə bu cür aparılır. Burada da, yəni yenə problemin həllində nə var? Dinləyib anlama, oxuyub anlama bacarıqları formalaşdırılması, layihənin hazırlamasında istifadə edilən olduqca səmərəli təlim üsuludur. Dinara müəllimə, siz bax dinləyib anlamanı yazın bir vərəqə. Mən sonda dinləyib anlamalar hardadır? Bax, onları sizdən soruşacağım. Yazın bir vərəqə, siz oxuyacaqsınız. Müəllimlər dinləyəcək. Dinləyib anlama harda var? Deməli, qızıl dairədə dinləyib anlama var. Sonra dinləyib anlama, oxuyub anlama bacarıqlarının formalaşdırılması, layihənin hazırlanmasında istifadə edilən olduqca səmərəli üsuldur. Həmçinin bu model ünsiyyət texnikasıdır. Bax, burada nə dedik? Burada dedik ünsiyyət texnikası. Burada nə dedik Sokrat dialoqunda? Sual-cavab strategiyası, sual-cavab texnikası. Bax, sual-cavab texnikası harda oldu? Sokrat dialoqunda. Ünsiyyət texnikası harda oldu? Qızıl dairədə. Sonra bundan əlavə ideallarımızı qruplaşdırmaq, daha sonra kommunikasiya məzmunun strukturunu effektiv şəkildə qurmaq, istifadə edə bilərik. Sonra nitqi dəqiq, aydın şəkildə müəyyənləşdirməyə şərait yaradır. Yəni, burada bir layihəni niyə hazırlayırsan? Artıq burada danışıq var, düzdürmü? Ünsiyyət var, öz nitqini dəqiq, aydın şəkildə ifadə etmək bacarığı var. Necə hazırlayacaq, o prosesin necə getdiyini demək var və sonunda nə əldə edəcək? Bunların hamısı hardadır? Qızıl dairədə. Şagirddə formalaşdırılan bacarıqlar. Yaxşı, qızıl dairə hansı bacarıqları formalaşdırır? Təbii ki, layihəni qura bilmək, niyəsini deyə bilmək, məntiqi təfəkkürü, problemi həll etmə, yəni bir layihəni həll etmək, bir layihəni necə qurmaq elə problem həll etmədir də. Sonra dinləyib anlama bacarığı, tənqidi təfəkkür, oxuyub anlama, əsas fikri müəyyənləşdirmə, yaradıcı, çünki layihə varsa yaradıcı təfəkkür var, informasiyanı qəbul etmə və ötürmə. Deməli, hansılar oldu müəllimlər? Qızıl dairədə niyə, necə aparıldığını, sonda nə əldə edəcəyimizi biliriksə məntiqi təfəkkürdür. Problem həll etmə, çünki layihə qururuqsa hər hansısa bir layihə, hər hansısa bir problemin həlli üçün qurulur da. Burada dinləyib anlama, tənqidi təfəkkür, çünki problem həll edəndə biz ən səmərəli yolları seçəcəyik. Oxuyub anlama, yəni bir layihədə oxuyacağıq, hər hansısa bir məlumatları toplayacaq, daha sonra layihəni işləyəcəyik. Əsas fikri müəyyənləşdirmə, yəni niyə bu layihənin işlənilməsi nəyə görə lazımdır? Niyə mən sırf bu layihəni seçirəm? Sonra yaradıcı təfəkkür inkişaf etdirir, çünki layihə özü yaradıcı bir təfəkkürdür. Özümüz qururuq bu prosesi və informasiya qəbul etmə və ötürmə bacarıqlarını inkişaf etdirdi. Bu da nə oldu müəllimlər? Qızıl dairə. Sonra müəllimlər proqnozlaşdırma. Bax, daha çox dil ədəbiyyat dərslərində istifadə olunur. Deməli, proqnozlaşdırma dil ədəbiyyat dərslərində istifadə olunur. Şagirdlərin təxəyyülünü işə salmağa imkan verir. Tutaq ki, müəllimlər, bax, bu necə aparılır? Tutaq ki, hər hansısa bir əsərdir. Əsəri yarıda saxlayırıq. Yəni, əsərin əslində sonluğu var.
Sadəcə olaraq biz əsərin yarıya qədər oxuyuruq, yarıda saxlayırıq və şagirdlərə bunun sonda necə bitəcəyi barədə yəni proqnoz verməsini istəyirik. Sonluğu onlar tamamlasın. Və onlar sonluğu tamamlayır. Sonra biz əsəri yenidən oxuyuruq və onların tamamladığı sonluqla əsərin sonluğu üst-üstə düşürmü? Yəni proqnoz verə biliblərmi? Proqnozlaşdıra biliblərmi sonluğu? Bax, proqnoz vermə bu cür həyata keçirilir. Şagirdlərə təklif edilir ki, bədii əsəri öz variantları əsasında davam etdirsinlər. Bunun üçün aşağıdakı sual tapşırıqlarından istifadə edə bilərlər. Əsərin adına görə məzmunu müəyyənləşdir. Hadisə necə inkişaf edəcək? Bax, yəni bir əsəri oxuyuruq, sonda və yaxud əsərə ad verməsini deyirik və sonunun necə bitəcəyini, əsəri yarıda saxlayıb sonunun necə bitəcəyini soruşuruq və onlar da sonun necə bitəcəyini deyirlər. Sonra əsər oxuyub qurtardıqdan sonra öz fərziyyələrinin nə dərəcədə doğru olduğunu baxırlar, yoxlayırlar. Hansı bacarıqlar formalaşacaq şagirddə? Deməli, tənqidi, məntiqi, yaradıcı təfəkkür, təhlil etmək, dəyərləndirmək. Tənqidi təfəkkür inkişaf edəcək. Yaradıcı təfəkkür, çünki əsərin sonunu biz özümüz yaratdıq, öz təfəkkürümüzə uyğun proqnoz verdik. Məntiqi təfəkkür, yəni təbii ki, məntiqi təfəkkür olmalıdır ki, tənqidi və yaradıcı təfəkkür formalaşsın. Təhlil etmək, dəyərləndirmək. Yəni biz mövzunun bir hissəsini oxuyandan sonra təhlil edəcəyik ki, bu sonluq necə bitə bilər. Düzdürmü? Bir arasında əlaqə yarada biləcəyik, dəyərləndirəcəyik öz fikirlərimizlə. Bu da oldu proqnozlaşdırma. Proqnozlaşdırma necə aparıldı? Deməli, bir əsəri veririk, əsərin adını ad verə bilərlər əsərə və yaxud da şagirdlərimiz əsərin sonunu. Əsasən əsər də harda olur? Mətn də harda olur? Dil ədəbiyyat fənlərində, düzdürmü? Yəni ingilis dilində də ola bilər. Əsas dil olan fənlərdə ola bilər. Burada da yəni dildə orada daha çox öz dilində olanda bu keçirilir də proqnozlaşdırma. İngilis dillərində çox vaxt yəni dilin qavraması üçün belə bir yəni üsulu keçirtmirik. Baxın, hansı bacarıqlar formalaşır? Tənqidi, məntiqi, yaradıcı. Yaradıcı mütləq yadınızda saxlayırsınız, çünki proqnozlaşdırma, yəni yeni bir fikir deyəcəyik biz burada, özümüzdən fikir deyəcəyik. Ona görə yaradıcı təfəkkür, təhlil etmək, dəyərləndirmək. Burada ortaya bir səhifə düşüb. Bu da oldu nə? Proqnozlaşdırma. Müəllimlər, harda dedik proqnozlaşdırma harda istifadə olunur? Əsasən böyük mətnlərdə, yəni dil ədəbiyyat fənlərində. İndi gəldik ziqzaq. Müəllimlər, böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsənməsini. Ziqzaq üsulu da dil ədəbiyyat fənlərində, yəni böyük mətndə, tarixdə də istifadə oluna bilər ziqzaq üsulu. Bu necə aparılır? Müəllimlər, əvvəlcə müəllimə kart paylayır hər qrupa. Kartların üzərində nömrələr verilir. Məsələn, 1, 2, 3, 4. Ola bilər ki, qrupda 5 şagird olsun, 5 nəfər verilir və qrupda neçə şagird varsa o qədər də yenidən qruplar yaranacaq. Baxın, məsələn 4 nəfər. Kağızlar 1, 2, 3, 4 yazılan hər bir kağızı qruplara veririk. Yəni bir qrupa 1, 2, 3, 4 verdik kağızı. Digər qrupa da yenə 1, 2, 3, 4 kağızları payladıq. Sonra deyirik ki, indi birlər qalxsın ayağa. Birlər qalxır, bir qrupda yığışır. İkilər qalxır, bir qrupda yığışır. Üçlər qalxır, bir qrupda yığışır. İndi birlərə mətnin birinci hissəsini, ikilərə ikinci hissəsini, üçlərə üçüncü hissəsini, dördlərə dördüncü hissəsini veririk. Hər biri o mətni həmin qrupda öyrənirlər. Sonra yenidən öz doğma qruplarına qayıdırlar. Deməli, hər bir qrup, birinci, ikinci, üçüncü, dördüncü, hər bir qrup mətnin hər bir hissəsindən, hər bir qrupda, yəni mətnin müəyyən hissələrini bilən bir qrup üzvü var, tələbə var, düzdürmü? O da o öyrəndiklərini digərlərinə çatdırır. Bax, ziqzaq üsulu, yəni bir şagird gedir, mətnin bir hissəsini, digəri başqa bir hissəsini və onlar öz doğma qruplarına gələndə artıq mətnin bütün hissəsini öyrənmiş olurlar. Gəlin oxuyun buradan bir daha. Şagirdlər əvvəlcə qruplara bölünür və bu qruplar doğma qruplar, ana qruplar adlanır. Daha sonra bu qruplardan yeni qruplar formalaşır. Qrup daxilində saymaqla 1, 2, 3, 4 yeni qruplar yarana bilər. Sonra birlər bir qrupda, ikilər bir qrupda, üçlər, dördlər ayrı-ayrı qrupda toplaşır. Mətn hissələrə bölünür və hər qrupa mətnin bir hissəsi üzərində iş aparmaq tapşırılır.
Sonra onlar doğma qruplarına qayıdırlar. Doğma qrupda mətn haqqında tam təsəvvür yaratmağa, məlumat almağa kömək edən şagird olur. Şagirdlər öz aralarında oxuduqları parçaları paylaşır və tapşırıqları yerinə yetirmiş olurlar. Deməli, ziqzaq üsulu harda oldu? Tarix fənlərində, dil ədəbiyyat fənlərində, böyük mətnlərdə. Yəni ziqzaqı biz gedib fizikada, kimyada işlədə bilmərik. Mətn hissələri olan fənlərdə. Bax, şagirddə formalaşdırılan bacarıq. Dinləyib anlama. Çünki qruplarda bir-birini eləyəcəklər, dinləyəcəklər. Oxuyub anlama. Çünki mətni oxuyub anlayacaqlar. Danışma. Gəlib digər yoldaşlarına danışacaqlar. Təhlil etmə. Artıq mövzu arasında müəyyən əlaqələr yaradacaqlar, təhlil edəcək və əməkdaşlıq. Deməli, bunları artıq özünüz təsəvvür edə bilirsiniz. Dinləyib anlama var, oxuyub anlama var, danışma var, təhlil etmə və əməkdaşlıq bacarıqları. Harda? Ziqzaq üsulunda. Keçdik müəllimlər. Əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxmaq. Bax, yaradıcı tənqidi təfəkkürün inkişaf etdirilməsinə yönəlmiş tapşırıqdır. Əşya və hadisələr arasında müxtəlif nöqteyi nəzərdən, yəni hər tərəfli baxmaq. Eyni əşya, hadisə, məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma tələb edir. Bax, burada bir misal var. Deyir, şagirdlər bir situasiya verilir. Məsələn, müxtəlif aspektdən məsələyə baxmaq tapşırılır. Yağış yağır, hadisə müxtəlif cür necə qiymətləndirilə bilər? Taksi sürücüsü sevinir, çünki müştərisi çox olacaq. Pessimistlər kədərlənir, çünki havanın tutqun olması onlardan bədminlik yaradır. Çətir satanlar sevinir, müştərilər çox olacaq. Piyadalar kədərlənir, çünki yağışda islanırlar və s. Baxın, əşya və hadisəyə müxtəlif nöqteyi nəzər. Yəni, hamının gözü ilə baxmaq. Tutaq ki, müəllimlər, siz televizora baxırsınız, görürsünüz ki, aslan qaçır ceyranın dalınca, ceyranı tutub yemək istəyir. Əgər siz ceyran tərəfdən baxsanız, bu çox faciəli, qorxunc görünəcək, düzdürmü? Çünki ceyranın həyatı, o türklər demiş, söz konusudur. O həyatını qurtarmaq üçün aslandan qaçır. Amma gəlin biz bu məsələyə aslan tərəfdən baxaq. Elə bil aslan tərəfdən bir sujet çəkilir, aslan öz balalarını yemləmək üçün, acından ölür balaları. Onu yemləmək üçün yem dalınca gedir. Aslan tərəfdən baxanda istəyəcək ki, o ceyranı tutsun. Amma ceyran tərəfdən baxanda istəyəcək ki, o tutulmasın. Yəni, məsələyə hər tərəfli baxırıq. Bax, bunu da əşya və hadisələri müxtəlif nöqteyi nəzər. Yəni, hamının fikrinə görə baxırıq. Şagirddə formalaşdırılan bacarıqlar. Təhlil etmək, vəziyyəti qiymətləndirmək, məntiqi tənqidi təfəkkürün inkişafı və dəyərləndirmək. Nə oldu müəllimlər? Təhlil etmək. Təbii ki, burada müxtəlif məsələlər olduqda, müxtəlif nöqteyi nəzərdən baxana təhlil etmə olacaq. Vəziyyəti qiymətləndirmək, çünki vəziyyət, yəni kim tərəfindən baxırıq, o tərəfdən qiymətləndiririk. Məntiqi və tənqidi təfəkkürün inkişafı, təbii ki, təhlil etmə varsa, tənqidi təfəkkür avtomatik var burada inkişafı. Məntiqi təfəkkür, tənqidi təfəkkür formalaşdırmaq üçün bizdə məntiqi təfəkkür də olmalıdır və dəyərləndirmək bacarığı. Yəni, hər kəs tərəfindən baxanda öz nöqteyi nəzərimizdən ona qiymət veririk. Bu da nə oldu? Dəyərləndirmək bacarığı. Keçdik müəllimlər auksiyona. Auksiyon bilirsiniz də nədir? Bir şey satan zaman auksiyona çıxardırlar. Bəlkə eşitmisiniz, görmüsünüz, bəlkə özünüz iştirak eləmisiniz. Yəni, ən son qiyməti kim deyir və ondan sonra sayırlar ona qədər və kimsə yeni bir qiymət deməyəndə artıq həmin əşya ona satılır. Bax, bu auksiyondur. Dərsdə bu üsul necə keçirilir? Müəllim öyrənilən cisim və hadisəni müəyyən edir, sonra auksiyon başlayır. Hər hansı bir əşyanın və hadisənin adı çəkilir. Bu əsasən müəllimlər ibtidai siniflərdə, aşağı siniflərdə olur. Bir əşya adı çəkilir və yaxud da bir hadisə adı çəkilir. Ona fikir və xüsusiyyət söylənir. Əsas məsələ odur ki, o fikir söylənir və o fikir söyləndən sonra müəllim başlayır saymağa. 1, 2, 3, məsələn 10-a qədər saymalıdır da. 10 deyənə qədər digər bir şagird fikir deməlidir və hər fikir yeni bir fikir olmalıdır. Bir fikir digərinin fikri ilə eyni olmamalıdır. Hər dəfə fərqli fikirlər olmalıdır və bu auksiyon da bu cür gedir. Əgər kiminsə fikrindən sonra fikir tapılmadısa, ona qədər sayılıb tamamlansa, həmin şəxs yarış kimidir də, elə bil ki, bu oyunu udur. Baxın, müəllim hər bir fikirdən sonra sayır 1, 2, 3. Bu zaman başqa iştirakçı tez başqa bir fikir söyləyə bilər. Sonuncu fikir
qalıb qalib sayılır. Axırıncı cavabı verən odur. Yəni sonuncu fikir deyilir və ona qədər sayandan sonra heç kəs fikir deyə bilmirsə, həmin şagird odur. Şagirdlərə bildirmək lazımdır ki, təkrar fikirlərə yol verilməməsi üçün bir-birini diqqətlə dinləməlidir. Deməli, burada nə olacaq? Dinləyib anlama. Bax, öyrənilən cisim və hadisənin xüsusiyyətlərini sadalamaq. Yəni, hər hansısa bir cisim hadisənin xüsusiyyətlərini harda sadalayacaq? Cisim və hadisə xüsusiyyətlərini sadalamaq gördüksə, auksiondur bu. Auksion hansı siniflərdə? İbtidai siniflərdə. Deməli, müəllimlər, ibtidai müəllimlər, auksion sizə düşə bilər. Auksion harda olur? İbtidai sinif müəllimləri daha çox. Çünki hər hansısa bir əşyanı tanımaq, hər hansısa bir fikir haqqında müəyyən fikirlər söyləmək bir mövzu haqqında bu ibtidai siniflər üçündür. Dinləyib anlama bacarığı. Çünki bir-birini dinləyəcəklər ki, onun dediyini təkrarləməsinlər və özləri yeni bir fikir formalaşdıra bilsinlər. Köhnə biliklərindən istifadə etmək bacarığı. Çünki hər hansısa bir əşya haqqında, hər hansısa bir mövzu, məsələn isim haqqında müəllim qoya bilər, deməli mövzunu bu cür qoya bilər, o haqqda fikirlər deyilə bilər. Və onlar neyniyəcək? Yeni öyrənməyiblər ki, köhnə öyrəndikləri biliklərin arasından tapıb deyəcəklər və assosiasiya yaratmaq bacarıqlarını inkişaf etdirir. Yəni əlaqə yaradır da. Sonra əşyalardan qeyri-adi istifadə. Müəllimlər, ümumiyyətcə biz əşyalardan qeyri-adi istifadəni harda demişik? Yaradıcı təfəkkürdə demişik, düzdürmü? Yəni bir əşyadan başqa bir məqsəd üçün istifadə etmək. Bu da odur. Şagird yaradıcı təfəkkürünü inkişaf etdirən üsuldur. Hansı? Sonra müəllim şagirdə bir neçə əşya verib bunların ikisini seçməyini istəyir. Sonra ona belə bir sual verir. Bu iki əşyanı bir yerdə necə istifadə edə bilərsən? Onlarla nə edə bilərsən? Yəni əşyaları başqa bir məqsədlə necə istifadə edə bilərsən? Bir dəqiqə müəllimlər. Bircə dəqiqə üzr hesab edin.